Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt 24 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Abşeron Xızı Regional Təhsil İdarəsinin rəsmiləri, məktəb direktorları və təhsil müəssisəsinin müəllim və şagird kollektivi iştirak edib. Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Fikrət Şamxalov gələn qonaqları salamlayıb və tədbir iştirakçılarına təşəkkürlərini bildirib. Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayev Novruz bayramı münasibətilə şəhər ümumi təhsil məktəblərində və bağçalarında silsilə tədbirlərin təşkil olunduğunu bildirib. Daha sonra tədbir iştirakçıları siniflərin hazırladıkları kompozisiyalara baxıblar. Şagirdlər tərəfindən mahnılar oxunub, şeirlər deyilib, rəqslər edilib. Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlayıb. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, xalqla iqtidar arasında sıx vəhdəti, sevgi və inamı təcəssüm etdirir. Xalqımız artıq Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli vətən müharibəsində möhtəşəm qələbə qazanıb. Məhz bu möhtəşəm qələbəyə görə xalqımız Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir. Bugün Azərbaycan dövləti güclü və yenilməzdir. Ölkə vətəndaşları azad və xoşbəxtdir. Qoy qəlbimizdən vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın. 5-ci ildir ki, tarixi zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. 44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində inamlı qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi. Azərbaycan xalqı öz arzusuna qovuşdu. Artıq Novruz bayramını Şuşada, Cıdır düzündə, Xankəndidə, Xocalıda və digər işğaldan azad olunan torpaqlarda sevinclə və fəxarətlə qeyd edirik. Tədbirin sonunda məktəbin direktoru Fikrət Şamxalov, şəhid Eltun Əliyevin anası Rima Əliyeva ilə birgə bayram tonqalını alovlandırıb. Bütün kollektiv tonqal ətrafında dövrə vurub. Şəmistan Fikrətli Valid Bəxtiyaroğlu bugün informasiya proqramı üçün.